Herkese salam. Bəli, bu günləri sizlərlə qışqırtma çəkirik. Ragif hamamdadır ve ona kışkırtma çekmelere ne yapıyorsun? Ne yapıyorsun? Kışkırtma haycan. Yaxşı. Kışkırtma yapmaya doyamıyoruz arkadaşlar. Deməli, bu kışkırtma için bize lazım olacaq bir sap ve qorxulu kino. Deməli, bunu da ne edəcəyik? Görməmiş olmarsınız. Instagram reelslarında bu qorxutmaları çox görmüşəm. Dedim ki, bu dəfə də Ragif eləyək. Cücü? Nə cücü? Hə, onu sonra eləyərik. Bizə lazım olacaq sap və televizorda qorxulu kino. Deməli, nə edəcəyik? Pərdənin ucuna bu güllərin birinə və bir də nəyəsə burada. Hə, yaxşı. Bir də mən də bu pandaya istəyirəm. Amma bu sap nə dərəcədə pandanı çəkər qaldırar bilmirəm, amma yenə də sınamaya başlayacağım. Deməli, bizim Ragif bu cinlərdir, nə bilim, ruhlardır, belə şeylərdən bildirməsə də çəkinir. Yəni bilirəm bunu. Mən də deyəcəm ki, gəl, uşaqları yatızdırıram. İndi bu ortamı hazırlayacağam nə qədər ki hamamdadır. Sonra uşaqları yatızdıracağam ki, bəs qorxulu kino qoyacağam. Baxmasınlar, yəni uşaqlarımın psixologiyası pozulmasın. Nəysə, deyəcəm ki, gəl qorxulu kinolara baxaq. Yaxşı, gözlə. İndi bunu pərdənin ucuna bağlayacağam. Birini buna bağlayacağım. Nəysə, sonra görəcəksiniz indi. Deyəcəm ki, gözlə çay gətirim, gəlirəm. Bu ortamı elə quracağam ki, buradan sapı çəkəcəm qapının qırağına belə qədər. O şimdi gedib çay gətirəndə pərdəni qaldıracağım. Bir dəfə bunu qaldıracağım. Bizimkini dəli eləməyə hazır mısınız? Hazır mısınız? O zaman nə edirik? Başlayaq çəkilişi elə hadi tut. Belə? Əllərimi çək də. Gözü görək. Çox heyecanlıyım. Ürəyim patlayır. Niyə ürəyim patlayır? İğne düştü. O da düştü. Tapın. Yok değil. Hadi bakalım başlayalım. İğne itti. İğne de itti bu arada. İğne hala düştü. İğne düştü, hala düştü. Bak. Şaka gibi. Özüne kışkırtmalıyım. Tapdım. Tapın. Şimdi bu tırnağıma bu iğne necə götürüm? Neyse koyuram bırak ata götürər. Kışkırtmadan sonra ata götürər. Mami buraya özünü taşıma. Hadi bunu elini çekişir. Bunu buradan ufacık bağlayaq. Allah'ım. Hadi bakalım. Bunu buradan sıx bağlayıram ki Ragif hamamdan çıxana qədər. Bağlı qalsın. Hə, yox, çıxana qədər bunları bitirək biz. İki əlini də çəkə bilmirdim. Gördüm bir əlini çəkirəm. Düzəltdim. Aferin seni. Hadi bakalım. Bismillahirrahmanirrahim. Bu benim həyat yoldaşım. Belə şeylərdən qorxmayını mən demişdim sənə ki, bu gün sənə Həm də mənə deyir ki, ata var yanında, qorxma, ata onu öldürür. təsəvvür eləyin. Oturubsuz, kinoya baxırsınız bir. Təsəvvür edin, oturubsuz, cinli minli kinoya baxırsınız, bir anda pərdə belə qalxır. İndi bu tut. İndi bunu buradan xalçanın altından çəkməliyik. Tut. Gəl çək mamanı. Hadi bakalım. Mama, elə ki görünməsin. Çək də sən bu aşkım telefona bax. Yaxşı. Yaxşı. Səs yaxşı çəkəcəm. Gəl də gəl. Mən elə bilirəm. Gəl. Ay, cavablarını görsən. Hə, görsün. Yorulmuşsan, çəkirsən. Sən çiz. Çək, gəl. Ay, bağlanır xalça. Ay. Hə, bağlansın da, heç olmaz. Görürlər, çəkirlər. Şuna baxın. Baxın. Məsələn, mən buradan belə sap gəlib tamamən xalçanın altı ilə ora baxın. Gördünüz mü? Buradadır. Kes pərdəni dalaydı. Bəlkə qırağından eləyək. Ya da xalçanın üstünə eləyək. Xalçanın üstünə eləyək, pərdə qoy tez gəlsin. Tez yerinə qayıtmayı bilsin. Hə? Çıxart xalçanın altından. Ay Allahım, həmişə ona qışqırtma eləyəndə sonradan mənə qışqırtma olur. Əziyyət çəkirəm mənə. Nə oldu? Hə, eyb yoxdur.
Mama. Ha, su istəyirsən? Orada sok var balam. İstəyirsən götür iç. Bir dakika bunu çıkardım. Oraya yığıldı. Tez ol, indi çıxacaq hələ heç nə hazırdır. Xalçanı düzəlt. Xalçanı düzəlt. Hə. Bırax. Hə, az. Elə sap görünməsin. Elə. Bırax sən. Bırax sən. Hə. Təsəvvür edin ki, indi bunu buradan elə şey eləyəcəm ki, bu bilinməyəcək. Nə tər edəcəm bilmirəm, amma eləyəcəm. İndi baxın. İnanmıram, o işi belə şey fikir verə. Raqifin hər yoldaşımı tanıyıramsa, asla belə şeylərə fikir verən deyil. 1, 2, təsəvvürün oturmusunuz günəyə baxır, bir anda belə pərdə qalxır. Düşür. Sən bura qorxma. Niyə qorxsun? Niyə qorxsun? Niyə qorxdun? Deyək, mən Vaysal niyə qorxdun? Neyse. Bir an. Öldüm ay Allah. Pərdən düzəlt. Pərdən düzəlt. Kaç pərdən düzəlt. Vay ses gitti ama bir şey. Bir dakika tut telefonu. Tut telefonu böyle çek. Çek dön. Şu. Böyle bir dakika raf veririm dur. Üşüyoruz. Üşüyse. Niye? Şu. Uşaqlarıma heyecanla şey geldi. Gizlettim dostlar. Bakın. Durun. Bir dakika perdeni çəkəndən sonra belə eləməliyik ki, bu sapı sırası xalçanın üstünə ataram. Daha yəni şey eləməsin. Xalçanın üstündə sap görünmür. O tərəfdən görünmür qəti şəkildə. Bir dənə göründüyü yer buradır. Burada nə ataq? Nə ataq? Hanı? Olya. Olyanı getir, olyanı qoyaq bura. Getir su. Hələ bir dənə planı qura bilməmiş. Adyal getir, adyal. Nədir? Neyse adyalı. Şey getir, adyal getir. Hə, adyal getir, bütün apşı bura ataq. Hayır, Rauf bacı getirir. Şu. Bu olyanı götürək. Allah'ım ne kışkırtma oldu. İndi çıxacaq məsələ işini eləməmişik. Şu. Giyerik. Çimirələr. Səs gəlir, su səsi. Baxın. Gözlə, onu qaldırma. Hə, qalxır. Hə, su indi, öz-özünə indi. Ey Allah. Deyərik ki, Rauf burada qal. Yox, gəlmir hələ, çimir. Şu, adyal qaldı burada. Baxın. Asla saf görünmür. Aa, sapın axırıq olar. Sapın axırıq olar. Şu. Getdi indi bu birisinə tut. Bismillah. Sevra çeksin. Uşaqlar hər eləyəndə Sevra çekinir. Ben de korktum. Uşaq qışqırtma uşağı. Ya sapı gizlət. O yerə düşəndən sonra mən girəcəm içəri. Zaten imkan verməyəcəm ona baxsın. Əsas... Hadi bakalım bir dakika. Ortamı kurum gəlir. Sevra çeksin. Baxın, asla hiçbir şey görünmür. Görürsünüz, yəni siz telefonda necə görürsə, çox cüzi sap xətləri görünür. Yəni Raqibi də tanıyıram da mən. Yəni mal mənimdir, mən bilirəm. Yəni asla belə şeylərə diqqət edin. Diqqət eləyəndir. Baxın, bu tartılır. Dur bir dakika. Bunu belə eləyək. Hə, şu. Burada da sapın əsl gedən yerinə, yəni sanki Sevra oynamış kimi bir şey yaratmış. Burada da sanki axşamda evin dağına kalidir. Bu da bura xalçıda bura belə olub. Bunun altına gizlətmişəm. Bir dənə də bir şey eləmək lazımdır. Ne eləmək lazımdır? Hara bura? Rafa bax. O soğuk içimi sən niyə yaratmısan? Götür. Sevra doğru fikir verdi. Bir de Olyanı. Olyanı 30 lira. Harada 30 liraya Olyanı bir dakika. Olyanı 30 lira evin ortasında. Yok. O belə qalmır. Oturdu şu. Oturdu. Gözlə 30 lira cüy bizim. Ben buna bu kadar pul vermişəm. Bir zəhmət otur da. Ha. Aymadı. Oturdu.
ama değil. Az ata çıxacaq tez ol. Geçecek. Son tırpınışlar da öyle. Allah'ım. Bismillah ya Rabbi Rahim. Oyanın düyməsini arxasından bağlayacağım bunu ya boğazından. Boğazına. İp girəcək ya boğazına. Heç olmaz kesərik. Saçın. Kameranı hara qoyaq ki? Uşaqlar, Olyanı da elə eləyəcəm, oturduğum yerdə mən çəkəcəm. Düz çək Olyan aşkım. Olyanın ipində oturduğum yerdə çəkəcəm. Yəni oje bunların hamısı baş verəndən sonra Olyanı çəkəcəm. Ragil qorxacaq axı. Sonra da bu Olya hesabında mən deyəcək o Olya tərəfi. O da yəni sap görünür. Şey olacaq. Tuzu biber olacaq. Sapları gizlədik. Bir dakika. Hə, deyə bilərsən. Bəlkə onda həqiqətən elə şey oldu. Az yaxşı, Allah uzaqlasın. Baxın. Şu. Əla. Axşamlar evimizin normal halı bu olur, yəni dağınıq olur. Baxın, Ragif də asla çıxmaq üzrə düşür. Ragif də şübhələnməyəcək qəti şəkildə bilirəm. Bir dənə o sap görünür. Bu sap başqa heç bir sap görünmür. Baxın. Görürsünüz, başqa heç bir sap görünmür. Hə. Bir dənə bunu ataq yerə, at yerə. At yerə. At yerə sapı, vəbşi at. Şu. Tardı. Baxın, görürsünüzmü? Heç bir sap görünmür. Yəni burada nə tərdisə canlıda da, yəni canlı görüntüsü də budur. Hə. Eləməsən, neysə. Gedim Rauf'u yatıştırım. Yok tarda. Gedəcək sən yatıştıra gələ. Yoruldum inasız. Qorxulu künaya baxacağım. Mən sən necə oyaq saxlayayım? Arkadaşlar bu gülə tərpətmək çox suyunu alınırdı. Həm də ip bilinirdi deyə buradan qırdım. Baxın. Görürsünüz, buradan qırdım. Bunu göbələk istədim. Güldana bağladım. Güldanı çəkəcəm o tərəfdən. Görək başımıza nə oyun gəlir. Ragif hamamdan çıxırır. Bir də ona deyim. Ay səsim də tutuldu. Günahı tutdu oğlanım məni. Ona deyim ki, bəs televizora baxmaq istəyirəm. Bu cücədə yatmadı, Rauf yatdı. Televizorda belə qoymuşam. Deyəcəm ki, bəs o bura ta gedirsən, bu tərəfə gəlmirsən, qorxulu kino qoyacam, yaxşı. Bura gəl. Hə. Yox, o sən yatmış rol eləyəcəksən, bu tərəfə gəlmirsən. Aşkım. Kinoya baxaq, ürəyim sıxıldı mənim. Semiska falan gətirim, dən qorxulu kinoya baxaq. Nəyə baxaq? Qorxulu kinoya baxaq. Saatını neyəcən qorxulu kinoya baxaq? Ürəyim sıxılır da, nəyə baxaq bu, neyməyək? Mağanlı bir şey qoy, gətirsin. Hədə qorxulu şey qoyaq, şiddiniz adı qoyun, baxaq. Qoy da nə görsün. Sən qorxsan belə şeylərdən, sən Allah. Yox. Sən dizində. Mən qorxmam, sən yox edir. Tabii. Ben ne diyeceksin ciddi qorxulu kino neyse. Cinli minli kino qoyaq. Neyse. Dəqiq. Yaxşı. Simişka istəyirsən? Bravo, İslam şəkil qoyuyor, yönə baxıyor. Saxladığında da başım ağrıyır. Saxla başım ağrıyır ha. Hə, neysə. Gedim şey eləyim. Simişka gətireyim. Sən də yazda nə olar? Şu olar yata 5 dəqiqə dincələk. Yatır, pultu verib oxuyor. Şey yaz. Sidcin yaz. Gələcək. Allah. Yorulmuşam, nəsin durmaq istəmirəm. Bir 15 dəqiqə baxaq, gedə yataq. Nədir? 15 dəqiqə nəyə baxıram ki? Yaxşı, zarafat edirəm, baxaq. Yarda deməyəcəksən, yuxum gəlir. Bilmirəm. Tamam o zaman. Bizim çay içmirik, Simişka gətirirəm. Çay da qoydu. Yaxşı. Bizə baxmadım, nə gəlir mənə? Ya Tahirə, birazdan bax, axşam baxarıq. Axşam ya da sabah baxarıq. Arkadaşlar, eşitdiniz. Neysə, qorxulu kinomu. Neysə, aparım Simitkanı oturaq.
Biraz 10-15 dakika şuna bakım. Doğrusu ben de korkuyorum bakmaktan. Ama neyse. Biraz şuraya bakak. Sonradan konsert başlasın. Aynen. Şuna bakmaya oturursan şeye bakırsın. Sonradan başka her yere bakırsın. Sana okşayır. Neresi mən oxşaydı, dəlisən? Tutamırsan. İstəyəcəm, biraz baxım görüm nə məsələdir. Say koyduğum. Hə, qoymuşam. Bu nədir, neynədilər? Şu an bunu böyle. Bu nəsə şey eləyir də, dua eləyir. Vay dədə. Nə oldu? Ne tamam. Şu güle güle geldi. Ne kadar kurbanlar bunu. Bilmirəm ki. Bilmirəm ki. Uşağı böyle suda. Hə. Necə makyaj eləyirlər, bunlara baxır. Neyse, gözə çay gətirim gəlim. Burada neydi? Yox, uşaqlar oyanar dəli, sən çox xod verə bilmərəm. Uy, iğrənc. Neyse, gedim çay gətirim gəlim, gözlə. Kofe içsən, çay içsən. Kofe içsən, çay içsən. Ne olacak sen? O verirse birkaç verecek. Hazır mısınız? Başlıyoruz, başlıyoruz. Aybola. Aybola. Pencereden açık koymuşsan. Perde terkanı. Nə dürəyim? Perde terkanı. Pencereden açık koymuş musun? Yox, bu vaxt nə pəncərə açıq dəlisən? Ne terkanı? Sifaznak olub bəlkə? Yox, kof hazırlayıram. Hadi bakalım, kofayı hazırlayalım, gidiyoruz. Kofasını hazırlayalım, ay yandı elim. Kofasını hazırlayalım. Gidelim bakalım. Allah'ım, başıma göydün de aşağıda yollarını ahı tutacak beni. Ne oldu, baş yukarı bolup balım. Perde terkanıydı. Niye? Bilmiyorum ki. Baktım pencerede de. Ha. Allah. Yakın balkonun sandırsın. Olabilir. Balkon kapısını açmamışım, yakın şeydi. Mesela geldim burada 100 yaşlarla yıktım çeşitli. Hə. Ayaqlarımı uzatmaq istəyirəm, imkan da vermirsən. Lazım deyil, kresloda oturarım. Ya Allah. Nədir? Kesməli olub Sen sana. başın xarab diye evde ne var ya? İyi. Xəstəsən? Keçməli olub sana. Nədir? Qələt elədim, bir dənə şuna qoydum. Dəlisən bala. Keçməlisən. Xoflusan ha. Hayır verdim tifleyip düşeyim. Valla cidden sən belə şeylər baxanda psixologiyan pozulur. Deyirəm sənə. Ne? Bunun şəkillə danışır. İndi sən danışacaksın. Cidden sənə gəliblər, vallahi də gəliblər. Qardaşlarım eləyiblər, çıxacam xoş qədəmə. Deyəcəm, həyat yoldaşımı eləyiblər.
Niye her şeyden korksun valla? Ol yadları sevra koyup pis koyup yakın aşıp da. Niye? Hı. Ne? O uşaq kimi oluyor da. Bak yaxşısan. Ayıp değil sen cəmaatın zadına çıxırsan. Sonra da Anladım. sənə bu halı göstərlər, dəli olarlar. Deyirlər ki, bu yaşından başından utanır. Hı. Ağzına dişləriniz yox diye. Bismillah. Arvadı basıp geleceğini. Hı. Təmiz odaklanmısan, ona görə qorxsan, xəbərin var. Hı. Dizində qorxsan. Yok. Və niyə şeylər desən, bayaqdan kəsməli dönmüsən, pərdə tərpəndi, kukla tərpəndi. Erkek perdeler efendim Allah hamdolsun. Şimdi kula birden bire ne oldu oturmuştu orada. Ata sevra pis koyub aşıb da. Aa. Oturmuşdu. Neyim söndürüm ki onu. Zaten ha. Yani. Gazı nasıl koymuş sana verdim. Xəstə Allah gəlir. Fısıltı gəlir. Gəliblər buna. Ay Allah. Ne? Ha uşaqlığı yadına düştü. Hı. Nə bilim valla. Heç belə şeylər tək baxmısan? Hı. Hı? Evde teker ha bakmışam. Evdə tək yox, belə kinolara tək-təklə baxmısan? Ha. Qorxur, ona görə belə qorxursan, qorxursan. Hı. Nədir? Nədir? Bakırım da. Nəyə baxsan? Gelene neye bak hani. Hı. Şurada söndürmüşsün, sonra ışığı yandı. Niyə yandım ki? Qorxulu kinolara belə baxırlar da. Benim Hə, belə maraqlı olur, değil mi? Ay Allah ay Allah, mən də deyirəm yanımda kocam var. Canım benim. O şeydə döndü lap. Scooby-Doo'ya baxmısan? İç sahibin korumaydan sahibi atlandım biniyor kucağına. sahibin kucağına. He. Sen de laf ondan olmuşsan. He. Ay dedin nene. He. Ay, ürəyim sıxıldı ye. Niye? Araba çoğalmış elinde. Ailəsinin şəklini tapıb da. Üçü yakın tavanların olsun öyle. Bilmirəm. Daha bak. Öyle Mənə gəlməyiblər. Sənə gəlirlər, xoş qədəm xanım. Həyat yoldaşımı eləyiblər. Neyse. Ürəyim sıxıldı, cidden baxmaq istəmədim daha. Bakın get ya. Yatmaya getmirəm, bir şey istəyirəm, soğuk istəyirəm, tənbəli edirəm gedib götürməyə. Böyle. O. Daha hoşum. Gözün kapına geldi. Mən qərar dəyişdirdim, səndən daha 5 ay baxmayacağam. İyi. Nədir? Sən özündən xəbərin var, gözlərin nətər açılıb. Buna bak. Hə, İne dersi o yerdeki. nə öyle ki. Neyse, soğuk istəyirəm, gətirim itirsən. Çok böyle insan kalmadı. Ne? Ada mən soğuk istəyirəm, özünə gəl, bura dön, aramıza dön. Bilirsən, soğuku bizdə də var, Neyse, şey gətirim gəlirəm. Yuxum gəldi. Gidiyor. Yox, gedim soğuk gətirim gəlirəm. İtirsən sən də. Ben korkutuyorum. Çok iyi. Təşrif eləmək də günah deyil. Allah.
Hazır mısınız? Sonuncu parti başlıyor. Aybala. Anormal lan sen. Gülmeyi. Kasıdan sen. Durup kaçmış. Durup kaçmış. Karnım. Raki öldü. Onu sakla. Öldü. Ne diyorsun? Aybala. Perde terpenir Aybala. Koklayan. Koklayan o karnım ağrıdı. Dünya insan tamam. Koklayan yok. Koklayan oğlum Aybala. Raki. Elimde kalasın Allah'ın dostu. Bir reaksiya verdi. Bir təfərrüatlarını bizimle bölüş de. Ne bölüşüm ki? Dizinde korktun. Yuh. Ayvala neydi? Sen özünden... Gəzir özündən. Anılma hatıra baş verir deyil də. Orada kimi. Allah hakkı karnım ağrıdı gülməkdən. Bir tane təfərrüatları bölüş bizlə. Ne hiss elədin? İlk önce perdede ne hiss elədin? Sapları görmədin. Yox. Aferin çok iyi gizletmişim o zaman. Ne zaman ne hiss elədin perde tərpənəndə? Düzündür. Mən külək zatı girdi ha. Ha. Onda boş verdin getdi. Kuklada Kız. onu saxla bir danış. Orada qız necə eləmiş? Kukla deli oldu hələ. Sonra Heç nə. Güldan Ücel son nöqtə. Ha. Ne neyse. Gündalda biraz tərpəndim nəsə. Özü sındırmırsan indi. Niye baksın? Ya. İşte ay bala ne diye? Ben niye çağırsan? Ben büyücü zaten kovacağım. Ne olurdu sen önce kesende olurdu. Kukla ben burada. Allah hakkı ölürüm gülməkdən nəfəsim kəsin. Bu kışkırtmayı ben Hasançı diye planlayırdım. Sen ben özür gözü. Adam kimi danışdı. Protezi çıkmış. Özür gözü de benden. Bir ildə indi deyəcək. Yenə də fatoşalarında şükürlər erkək kimi açmısan sinəvə oturmusan. Sən bil ki, hər bu dəşikıllığı başvur nəsə gəlir də. Hə. Uşaqlar, hal-hazırda saat 02:15-dir. Bunun başına gətirdi. Ay sənə qurban olum, hə. Sağ ol, mən də sənə. Neyse. O zaman nə deyirik uşaqlarım yoxdur. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub Sevra uşağı gücdən göndərdim o bir otağa. Ara fasiləsində getdim gördüm Sevra yatır. Neyse. Videomuzu bəyənmək olsa qatıl. Videomuzu beğenmeyi, abone olmayı, like atmayı unutmayın arkadaşlar. Kanalımıza abunə olub yorum yazmağı unutmayın. Necə idi qışqırtmamız uşaqlar? Xoşunuza gəldi. Yenə olsun. Niye? Qorxudan Allah'ın dısına heyecanlı. Oh. Bir reaksiya verir bizə. Bu nə idi? Bu nə rahatlıq deyə. Helaldi. Yaxşı. Özür gözlə məndən. Bir ildir deyirsən. 100% tezlikdə sənə bir dənə sürprizim var. Bir ildir deyirsən. Baxasın. Uşaqlar, sizcə Raqif həmin elədiyi qışqırtma mənim elədiyim qışqırtmalara çata bilər? Bundan. Çata bilməz, xeyr. Bax dönüyor sağ su yorultu. Hələlik. Helal arkadaşlar.